Peyğəmbər sallallahu əleyhin bilirik ki, bir neçə əmsi olub, əmilərindən birinin də adı Haris idi. Və bu Harisin əminin bir oğlu var idi ki, Əbu Süfyan adında. Təbii ki, bu Əbu Süfyan Peyğəmbərin əmsi oğlu olan Əbu Süfyan idi. Nəinki Muaviyyənin atası Əbu Süfyan. Təbii ki, bu da digər şəxslər kimi Peyğəmbərə əziyyət verənlərdən olub tarixdə və əziyyətlərinin ikisini burada deyək ki, biri bu idi ki, uşaqları öyrədirdi, az yaşlı uşaqları əllərində daş yığmağı əmr verirdi, göstəriş verirdi ki, Peyğəmbər buradan keçəndə daşlayarsınız onu, özü də çalışın dizlərindən bir də alnından vurasınız daşı ki, qoy səcdəyə gedə bilməsin, namaz qıla bilməsin. İkinci işi də bu idi ki, ya tənqid olaraq şeirlər və yaxud əzbərləyirdi və yaxud özü yazırdı və Peyğəmbərin əleyhinə bu şeirlərdən istifadə eləyirdi. Bu cür Peyğəmbərə əziyyətlər verirdi ömrünün, belə deyək, Məkkənin fəthinə qədər. Elə ki, Məkkə fəth olundu və insanlar və yədxuluna fi dinillahi əfvaca, insanlar dəstə-dəstə Peyğəmbərin dininə, İslam dininə daxil olurdular. Əbu Süfyan da çox narahat oldu ki, mən getsəm Peyğəmbər məni bağışlamaz, əfv eləməz məni. O narahatçılığına görə gəldi Həzrət Əleyhisselamın yanına ki, bəlkə sən vasitəçilik eləyəsən, sənə görə Peyğəmbər məni bağışlaya, əfv eləyə və mən də İslamı qəbul eləyəm. Bağışlanmaq istəyirdi. Əleyhisselam da ona bir göstəriş verdi ki, get hal-hazırda Peyğəmbər məsciddədir, get yaxınlaş ona, bu ayəni oxu. Ayə də belədir ki, qalətəllah ləqəd āthərəkəllahu əleyna və in kunna ləxati'in. Onlar dedilər ki, Allah Taala səni bizdən üstün tutub, fəzilətli eləyib, üstün yaradıb, üstün seçib və biz xəta eləyənlərdən, səhv eləyənlərdənik. Bu əslində Yusuf surəsində olan ayədir. Əslində Yusuf Peyğəmbərin qardaşlarının Həzrəti Yusufu tanıyandan sonra dedikləri sözdür. Ki, gəldilər Yusuf Peyğəmbərə bu sözü dedilər. Həzrəti Yusuf Peyğəmbər də onlara belə cavab verdi ki, qalə la təsribə aleykumul yevm. Həzrəti Yusuf da buyurdu ki, bugün sizə heç bir məzəmmət yoxdur. Yəni, mən sizi bağışladım, heç sizə kin saxlamamışam. Get bu ayəni Peyğəmbər üçün oxu. Deyir, bu Əbu Süfyan da gəldi, daxil oldu, məscidə gördü Peyğəmbər əyləşib və yaxınlaşa başladı ayənin bu hissəsini oxumağa ki, Təllah, and olsun Allaha, ləqəd āthərəkəllahu əleyna, Allah Taala səni bizim üçün üstün olaraq seçib, bizdən üstün seçib, inna kunna ləxati'in, biz günahkarlardanıq, biz səhv eləmişik. Hələ bu yerinə çatanda Həzrət Peyğəmbər başını qaldırdı, buyurdu ki, qalə la təsribə aleykumul yevm. Həzrət Yusuf Peyğəmbərin dediyi sözü dedi ki, bugün sizə heç bir məzəmmət yoxdur. Bunu deyəndən sonra ardınca gülümsəyərək buyurdu ki, elə bilsən ki, mən Həzrəti Yusifdən məhəbbətdə, mehribançılıqda, güzəşdə, əfdə gerimi qalaram. Yəni, bağışladı. Burada ayənin içərisində də bir incə nöqtə var ki, Həzrəti Yusuf Peyğəmbər ki, qardaşlarını bağışladı. Əslində, Yusuf Peyğəmbər 40 ildən sonra təqribən qardaşlarını bağışlamışdı. Deməli, 40 il Həzrəti Yusuf Peyğəmbər qəlbində qardaşlarına qarşı kin saxlamamışdı. Böyük alimlərimizdən biri belə deyir ki, kin əslində elə zərərli bir şeydir ki, ölmüş itin leşinə bənzəyir. Necə ki, insanlar ondan qaçırlar, götürüb indi onu bir gölməçənin içinə atsaq, necə ki, özündən, neşindən qaçırdılar, sonra həmin gölməçədən də qaçarlar. Kin də deyir, belə bir şeydir, çirkin bir şeydir ki, insanın qəlbində olsa, həmin qəlbdən hamı uzaqlaşar. Amma Peyğəmbərimizin qəlbi elə bir qəlb deyildi ki, kin saxlasın. Çünki Quranda Allah Taala ona buyurur ki, xuzil əf, əf yolunu tut, bağışlama, güzəşt yolunu tut. Və əmur bil urf, insanları tanınmış olan şeylərə, ürfə dəvət elə, yaxşılığa dəvət elə və ə'rid ənil cahilin, və o insanlar ki, cahillər, yəni nə mənada, heç bir xeyri yoxdur onların iman gətirməsinə görə əziyyət çəkməyə və onlardan da üz döndər.